Mənim efirimdə Talih Yəhyayev, tanıyırsan belə ifaçı. Həm opera oxuyur, müəllimdir, bugün konservatoriyada yox, amma hardasa müəllimlik fəaliyyəti göstərir. Tanıyırsanmı onu? Tanıyorum. Efirlərdən tanıyırsan. Sənətlə bələdsən azdan çoxdan. Belə. O Nigar'a söz deyə bilmədi, çünki Nigar yəni ona cavabını verə biləcəkdi. Əslində Nigar'dan sorur. Dedi ki, Vasif gözəl ifaçıdır, gözəl işlər görür, amma sənətkar deyil. Səncə Talihin ya başqalarının, yəni sənətdə illərlə olan insanları qoyaq qıraqlara sənə? Ümumiyyətlə, üzr istəyirəm, mən bu suala cavab vermək istəmirəm ümumiyyətlə. Amma bir şeyi vurğuluyum. Ümumiyyətlə sözün gərək kökünə gedək də, sənət, sənətkar, sənətçi. Sözün bir dənə kökünə gedək. Mənası nədir? İkisi də çı, çi, çu, çü söz düzəldi şəkilçilərdir. Kar da bizə aid olan şəkilçi deyil, amma eyni şeydir. Sənətçi, sənətkar eyni şeydir. Sənətlə məşğul olanı deyirlər. Sənətçi və sənətkar. Mən heç ehtiyacım da yoxdur mənə kimsə mənə dursun desin sənətkar. Yox, orada bir şeydir ki, çox üzr istəyirəm, sözünü kəsmə. Dedi, Əbülfət müəllimin yanına, müəllimin adından çıxdı. Qəzənfər müəllim. Qəzənfər müəllimin yanına getmək, onun dərsini almaq deməkdir, o fərdidir. İcazə ver fikrimi tamamlayım. Ümumiyyətlə mən bugün kimsə mənə sənətçi, sənətkar deyirsə, Allah balasını saxlasın, Allah kömək olsun. Mən heç vaxt elə bir iddiam da olmayıb və heç kimdən də mən bunu tələb də eləməmişəm ki, mən məsəl üçün çıxıram xalqın içinə, cəmaatın içinə, mənə kimsə xalqın nümayəndələrindən biri ki, sənətkar, xoş gəlmişsən, mən pulunu bəs edir. Elimə də bəsdir, uzunuma da bəsdir. Bu bir. Və əgər sənətdən başı çıxanlar, sənəti olanlar da əgər mənə sənətkar deyirsə, məsəl üçün kimsə istəmirsə demək deməsin. Mən heç kimi məcbur eləmirəm ki, mənə sənətkar. Yəni Vasif hamısı sevmək məcburiyyətində deyil. Təbii ki. Mənə bir neçə ay bundan qabaq Allah can sağlığı versin. Salamlayıram buradan bizim böyük ustadımız Alim Qasımova. Efirə zəng vurdu. Mənim haqqımda orada dediyi fikirlər də efirdə var. İstəyən girər YouTube'da da baxar. Yəni sənə o lazımdır. Yəni sən Alim Qasımovdan yuxarıda deyilsən axı. Bu bir. Əgər bugün Samir Cəfərov çıxır deyirsə, mənim tələbəmdir və çox gözəl ifaçıdır, sən ondan yuxarıda deyilsən ki. Tamam. Kiminsə mənə sənətkar deməyinə sözün əsl mənasında həqiqətən mənim ehtiyacım yoxdur. Yenə də deyirəm, mən çıxıram cəmaatın içində, cəmaat mənə deyirsə sənətkar, xoş gəlmirsən, orada oturma, burada otur. O mənim enimə də bəsdir, uzunuma da bəsdir. Heç bu sualı elə bir verməmişsiniz.